Bir neçə gün əvvəl Sumqayıtda qəbirstanlıqda vəfat edən 1998-ci il təvəllüdlü Ülvi Əli Səfaoğlu Xasayzadə tələbə olub. Doğru Xəbər Azərbaycan bildirir ki, o, UNEK-in qiyabi və əlavə təhsil mərkəzinin 3-cü kursunda təhsil alırmış. Vətən müharibəsi iştirakçısı olan Ülvi, Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və medallarla təltif olunub. Aprelin 11-i saat 11 radələrində şəhərin 76-cı məhəllə ərazisində qeydə alınan ölüm faktı ilə bağlı araşdırmalar Sumqayıt şəhər prokurorluğu tərəfindən aparılır. Bakıda 2 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub. Hadisə aprelin 13-cü saat 22 radələrində Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 2024-cü il təvəllüdlü Bünyamin Rasimoğlu Əliyev yaşadığı Sabir küçəsindəki evdə boğazında qida qalması nəticəsində boğularaq dünyasını dəyişib. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparılır. Neftçala rayonunda 28 yaşlı şəxsin meyidi işlədiyi marketdə tapılıb. Hadisə aprelin 13-cü saat 5 radələrində Neftçala şəhər ərazisində baş verib. 1998-ci il təvəllüdlü Salih Yaşaroğlu Məmmədovun meyidi işlədiyi mağazanın anbarından tapılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.